Bədəndə gördüyümüz yaralar tipik və atipik olmaqla iki qrupa ayrılırıq. Tipik dediyimiz yaraların müalicəsi üçün standart prinsiplər var. 5 əsas prinsipdir. Bu prinsiplər tətbiq olunduğu halda sağalan yaralardır. Amma bunlar tətbiq olunduğu halda sağalmayan yaralar isə tipdə atipik yaralar deyilir. Və bunlardan biri də biraz öncə videoda gördüyünüz xərçəng fonunda əmələ gələn yaradır. Bu xəstənin ayağında 23 il əvvəl yanıq olubdur, son 2 il ərzində yara əmələ gəlibdir, bir neçə dəfə təmizlənibdir və s. və bunun fonunda yara sağalmayıbdır. Ehtimal olunur ki, bu adi bir cərrahi yaradır. Amma histoloji müayinə etdik, videoda da onu gördünüz və onun nəticəsində aşkarlanır ki, burada xərçəngdir və bununla onkoloq cərrahların məşğul olması lazımdır. Ona görə də biz yaraları görərkən ilkin olaraq diaqnoz qoymağımız vacibdir. Bundan sonra ora hansı məlhəmi sürtək, hansı dərmanları istifadə edək və s. haqqında düşünmək lazım gələ bilər.